Herkese salam. Deməli bu günləri sizə çoxlarının gündəlik vərdişi olan, amma haqqında çox az şey bildiyimiz buzlu sudan danışacağam. Yəni xüsusilə də yay aylarında buzlu sunu çox istifadə edirik. Bəs bu orqanizmə necə təsir edir? Zərərlidir, yoxsa faydalıdır? Gəlin birlikdə bunun haqqında danışaq. Deməli birinci, buzlu su bədənə necə təsir edir? Buzlu su içəndə ilk hiss etdiyimiz şey rahatlatma və sərinlik olur. Amma bu sərinlik orqanizmin daxilində fərqli reaksiyalar yaradır. Məsələn, bədən temperaturunu düşürür. Bu da müvəqqəti rahatlıq verir. Amma eyni zamanda bədən enerjisi sərf edib öz temperaturunu normaya salmağa çalışır. Bu da xüsusilə zəif immunitetli insanlarda yorğunluq, baş ağrısı və həzm problemlərinə səbəb ola bilir. İkinci, immun sisteminə təsiri. Buzlu su içmək boğazda və tənəffüs yollarında damarların daralmasına səbəb olur. Bu isə öz növbəsində bir neçə problemlər gətirib çıxarır. Bu da məsələn birincisi boğaz ağrı, ikincisi qrip və soyuqdəymə riskini artırır. Xüsusilə uşaqlarda və yaşlılar üçün çox risklidir. Soyuq su içdikdən sonra tez-tez boğazım tutuldu deyənlər əslində bu prosesi bədənlərində yaşayır. Sisteminə təsiri. Normalda mədəmiz qidanı 36-37 dərəcə istilikdə rahat həzm edir. Amma buzlu suyu istiliyi aşağı salır və mədə turşusunun ifrazını azaldır, yağlı yeməklərin həzmini çətinləşdirir, qəbizlik və köpə səbəb ola bilir. Yəni yeməkdən dərhal sonra buzlu su içmək mədəyə ciddi zərər vura bilir. Dördüncü, ürək və qan damarları üçün təhlükə varmı? Əgər ürək damar xəstəliyiniz varsa, buzlu su damarlarınızda ani daralmaya səbəb ola bilər. Bu da ürək ritminin pozulmalarına, ani təzyiq düşməsi və qalxması ilə nəticələnə bilər. Bu səbəbdən hipertoniya və ürək xəstəlikləri buzlu sudan nə qədər uzaq dursalar, o qədər daha yaxşıdır. İsə belə deyim, bəs buzlu suyu nə zaman içə bilərik də? Deməli, buzlu su əslində ziyanları bayaqdan ancaq bunu xeyirlərindən danışmaq olmaz, yəni temperaturu ilə əlaqədar olaraq. Amma bunu tam da qadağan etmək olmaz da, yəni çünki bəzi insanlar bunu çox sevirlər, yəni bunu istifadə etmək istəyirlər. Yəni tamamilə qadağan da demirik. Əgər sağlam bədəniniz varsa və gün ərzində çox isti mühitdə işləmisinizsə, kiçik qurtumlarla və az buzlu olmadan su içmək olar. Amma yeməkdən əvvəl və sonra 30 dəqiqə ərzində buzlu su içməyin. Səhər ac qarnına isti və ya ilik su içmək orqanizmə daha faydalıdır. Yayda sərinləmək istəyirsinizsə, suyunuzu biraz soyudun, amma buzu suya atmayın. İlik su orqanizm üçün ən sağlam seçimdir. Unutmayın, daxildən bədəninizi soyutmaq çox zaman bizi xəstə edə bilər.